Herkese salam, hər vaxtınız xeyir olsun. Mənim gözəl qızlarım, necəsiz? Qızlar, bugün çox gözəl bir video ilə qarşınızdayım. İstədiyim sizlə tam ətraflı söhbət edim. Necə arıqlamışam? Çünki bununla bağlı o qədər sual gəlir ki mənə. Səadət xanım, necə arıqlamısınız? Instagram platformasında paylaşım etdim. İstədim YouTube'da da tam ətraflı sizlər üçün məlumat verim. Bir ayda 10 kilo necə çəki atmışam, onun haqqında sizlərlə danışım. Deməli qızlar, mən hədsiz dərəcədə çox kiloluydum. Melisdən sonra qəti sürətdə arıqlaya bilmirdim. Çox istəyirdim ki, arıqlayım, amma qəti sürətdə arıqlaya bilmirdim. Yəni, bugün məsələn, diyet edirdim, səhər başlayırdım yeməyə. Səhər verdim ki, yox, təzədən diyetdəyəm, bir də başlayırdım yeməyə. Yəni, ağzım yanmırdı, ancaq yemək yeyirdim. Bir də ən çox sevdiyim odur ki, məsələn, kinoya baxanda, nə bilim, tacir yemək yeyəndə ona baxıb ancaq yeyirdim. Yəni, ən çox da səhvim ondaydı ki, mən gecə vaxtı çox yemək yeyirdim. Ən çox gecələr yemək yeyirdim. Səhər yemirdim, düzdür, amma axşamlar çox yemək yeyirdim və çörəyi hədsiz dərəcədə çox yeyirdim. Mən uşaqlıqdan həmişə, belə deyim, yeməyi yeyirdim. Yemək yeyəndən sonra doldururdum çörəyin arasına. Nəsə məndə iştah çox idi. Götürürdüm o çörəyə qəşəngcə oynaya-oynaya yeyirdim yenə də. Uşaqlıqdan məndə adət qalmışdı. Uşaqlıqdan həmişə elə edirdim. Yəni yeməyi yeyirdim, yenə də çörəyi, yəni adəlini tək yeməliydim mütləq və mütləq. Bilmirəm, əgər mənim kimi olanlar varsa, buradan bir dənə səs eləsin görüm. Neçə nəfərik uşaqlıqdan, bilmirəm məndə bu çörək sevdası nə sevdaydı. Bir türlü qızlar, mən imenini diyet edə bilmirdim, çünki çörəyə görə. Çörəyi bir türlü həyatımdan çıxarda bilmirdim. Ay bacı, gedirəm, gəlirəm, ancaq çörək yerim. Tacirə deyirəm ki, tacir, yaxşı ki diyetdəyəm. İnanın Allah, mən diyetdə olandan bir dənə çörəyi tacir 2 günə ancaq yeyib bitirir. Mən deyirəm ki, deməli, evdə gündə 2 dənə, 3 dənə çörək alınırdı, səhərə çörək qalmırdı. Mən də deyirəm, bu çörək hara gedir? Hara gedirsən demə, qarnıma gedirmiş. Və qızlar, bu çörəyi çox yeməyin də fəsadları odur ki, insan tez bir zamanda çox kilolu olur, çəki çox pis artır, yağlanma olur bədəndə. Yəni, çörək yeyənlər bilir də, çörək yeyən insan qəti sürətdə arıqlaya bilmir. Bundan da əlavə, məsələn, qazlı içkilərə çox meyilliydim. Kolladı bizim evimizdən əksik olmur tacirə görə. Taciri mən tanıyandan ancaq kola içir, mən də ona baxırdım. Ancaq kola içirdim. Yəni, bir türlü arıqlamaq mənə qismət olmurdu, ta ki bizim klipimiz çəkilənə kimi. Deməli, qızlar, klipimiz çəkildi. Klipdə özümə baxdım. Dedim, bu kimdir, bu mənəm. Yəni, bu nədir? Bizdə də belə bir şey var ki, qızlar, bilmirəm, sizdə də elədir, yoxsa yox. Məsələn, adamın yoldaşı adama deməyənə kimi, yəni, məsələn, qıraqdan o qədər yazırlar ki, Səadət xanım, çəkiniz çoxdur, kökəlmişsiz. Bunlar mənim üçün, necə deyilir, yəni, o qədər önəmli deyildi də. Tacirdən də həmişə soruşurdum ki, tacir, mən kökəm, deyirdi, yox, yaxşısan. Yəqin ki, xətrimə dəymək istəmirmiş, belə düşünürəm. Ya da ki, istəmirmiş, arıq olum. İstəyirmiş ki, mən belə kök, belə pis gündə olum da. Yəqin onu istəyirmiş. Necə, tacir mənə demirdi ki, Səadət, sən köksən, deyirdi ki, yaxşısan, belə də gözəlsən. Kişilərin maksimum, o deyir, təsəlli vermə şəkili. Mən də baxırdım cüzüyə, deyirdim ki, hə, elə düz deyir də, yoldaşım əsas bəyənsin. Ta bu klip çəkilənə kimi bazı. Klipdə özümə baxdım, dedim, bu kimdir belə? Buxaq bura var ha, bura belə sallanıb, buradan belə çıxıb klipdə baxsaq görərsiniz. Bura necə belə yekə görsənir? Ondan da əlavə, klipə paltar axtarıram qızlar. Qəti sürətdə əynimə ola biləcək paltar tapmıram. Ən sevdiyim təsəvvür edin ki, roz rəngdə. Roz rəngdə kostyumlar gəlib. Mən baxıram qıraqdan, mənim ən sevdiyim kostyum mənim əynimə olmadı. Zülümlə zülümə birtəhər bir paltar tapdım klipdə. Keçirdim əynimə ki, yəni bununla çəkim. Ancaq da qara geyinirəm. Yəni bu nə qədər davam edə biləcək də. Güzgüdə baxıram, görürəm ki, heç ara, bir də qızlar çəkim artandan sonra bu ki, məsələn, buxağı ki gördüm, paltarlar ki əynimə olmur. Məndə başladı
özümə qapanma olmağa, nə bilim, heç kimdən yola getməməyə başladım. Daha da aqressiv olmağa başladım. İstəyirdim ki, yəni qəti sürətdə evdən çölə çıxmaq istəmirdim. Heç nə eləmək istəmirdim də. Yəni bir sözlə çox pis qapanmışdım özümə. Ancaq evdə oturmaq istəyirdim. Yəni bunları gördükdən sonra düşündüm ki, həqiqətən də mən arıqlamalıyam. Neçə gündür bunun müzakirəsini edirdim ki, mən necə arıqlaya bilərəm. Yəni araşdırırdım ki, məsələn, necə tez bir zamanda çək ata bilərəm, necə tez bir zamanda bu kompleksdən azad ola bilərəm. Deməli qızlar, klip çəkildikdən bir həftə sonra mənlə oxuyan Sevgi xanım bizdə idi. Mənə dedi ki, gördü çox fikir çəkirəm həqiqətən də. Dedim, gördü özümə necə qapanmışam. Dedi, Səadət, niyə belə olmusan da? Yəni səbəb nə? Dedim, yəni istəyirəm arıqlayım, amma arıqlaya bilmirəm. Yəni çörəyi bir türlü həyatımdan çıxarda bilmirəm. Gecələr başlayıram yeməyə. Tacir məsələn kolu alır, ancaq qazlı sular içirəm. Məsələn şirniyyat yeyirəm. Yəni bir türlü arıqlaya bilmirəm. Mənə dedi ki, Səadət, bir dənə kapsul var. Mənim yaxın rəfiqəm var, salon işlədir həmin xanım. Dedi, inanırsan, deyir, o da elə bir kompleksdə idi. Deyir, günlərin bir günü mən getdim onun yanına, gördüm qız çox arıqlayıb. Dedim, necə arıqlamısan? Deməli, bir dənə kapsul var, qızlar, arıqlama kapsuludur. Dedi, o kapsulun sayəsində arıqlamışam. Dedim, nə kapsuludur, necədir? Başladım bu kapsulun haqqında maraqlanmağa, araşdırmağa ki, görüm, məsələn, əks təsirləri olmurmu? Məsələn də, elə dərmanlar, elə kofelər, elə kapsullar, elə kofelər var ki, insan onu istifadə etdikdə əks təsir göstərir, baş gicəllənmə, ürək bulanma, məsələn, onu dayandırdıqdan sonra başlayır çəkim daha da artmağa. Bu kimi şeyləri istəmirdim ki, həyatımda olsun. Yəni, çəkinirdim, qorxurdum da hər bir insan kimi. Nəysə qızlar, qərar verdim ki, bu kapsuldan mən də sifariş edəcəm və ən çox kapsulda diqqətimi çəkən nə oldu? İnsanı əvvəlki halına qaytarır və bədəndə qəti sürətdə sallanma olmur. Yəni bilirsiniz, keserdən sonra qarın çox çətin gedən bir şeydir. Yəni artıq çəkiləri vermək çox çətin olur və bədəndə sallanma olur. Mən istəyirdim ki, bunların heç biri olmasın. Məsələn, əməliyyata falan da girə bilmirəm. Onun dərdinə yəni istəyirdim ki, tam düzgün şəkildə, normal şəkildə arıqlayım da, istədiyim kimi arıqlayım, bədəndə heç bir sallanma olmasın. Qərara gəldim ki, mən bu kapsulu sifariş edəcəm və qızlar, kapsulu sifariş etdim, həmin kapsul bu kapsuldur. Mən bunu ilk öncə yadınızdadırsa, necə arıqlanmağıma dair sizlər üçün video çəkmişdim. 6 gündə 4 kilo vermişdim. Onda sizə demişdim ki, mən ilk başlardakı kapsul var bir dənə. O kapsulun sayəsində arıqlayıram və təbii ki, kapsuldan əlavə diyet belə edirəm. Yəni diyet mütləqdir, yürüyüş mütləqdir. Əgər bu kapsulu atdım, başlayım, ancaq basım yeyim, kapsul məni arıqlayacaq deyə bir şey yoxdur. Düzgün şəkildə əməl etməlisiniz. Yəni həqiqətən də arıqlamaq istəyirsinizsə, həqiqətən də kompleksiniz varsa, yəni bu kapsuldan əlavə də ki, diyet etməlisiniz. Dediyim kimi yürüyüş etməlisiniz. İndi mən bir ayda 10 kilonu necə verdim, onun barəsində tam olaraq sizlərlə danışacağım. Baş ağrısı olmasın qızlar, biraz uzun danışacağım. İstəyirəm ki, kompleksdə olan xanımlarımız, bilirəm ki, mənə ailəli xanımlarımız, keyser olan xanımlarımız, artıq çəkidən əziyyət çəkən xanımlarımız çox izləyir. Ona görə istəmirəm ki, siz də komplekslə yaşayasınız. Mən necə ki, kompleksdən azad olmuşam, istəyirəm ki, siz də kompleksdən azad olasınız, istədiyiniz kimi geyinəsiniz. Həqiqətən də insan artıq çəkidə olanda özünü özgüvəni olmur, özgüvən itir, tamamən itir. Yəni istədiyi geyini geyinə bilmir, çöldə rahat ola bilmir. Ona görə də sizi çox gözəl başa düşürəm. İnşallah ki, bu videom sizlər üçün faydalı olar. Dediyimə əməl edərsiniz, istədiyiniz çəkiyə nail olarsınız Allahın izni ilə. Mən diyetə başlayanda qızlar, yadınızdadırsa bir kapsul haqqında demişdim ki, sizlərlə bölüşəcəm. Əgər nəticə görərəmsə bölüşəcəm. Çünki hər kəs pulu əziyyətlə qazanır. Mənim bilirsiniz epilepsiyam var, yəni mən epilepsiya xəstəsiyəm. Düşündüm ki, bu kapsulu ilk öncə özüm istifadə edeyim, bir ay ərzində kapsulu bitirim. Əgər mənə əks təsiri olmazsa, əgər həqiqətən də mən bir ayda 10 kilo ataramsa, o zaman bu kapsul haqqında sizlərlə danışaram. Siz də məsələn almaq istəsəz alarsınız.
Çünki mən xain deyiləm. Mənim adi öz yaxın, çox yaxın dostlarım belə var ki, mənə deyirdi o kapsulun şəklini at. Buradadırlarsa indi yazacaqlar. Hətta mənim bir yaxın rəfiqəm var, Melisin hər ay tortunu hazırlayan xanım, Seyba xanım. Mənə deyirdi ki, Səadət kapsulu at, kapsulu at, kapsulu at. Deyirdim, ata bilmərəm, incimə. Çünki mən belə deyim, bilmədiyim bir şeyi, özüm istifadə etmədiyim bir şeyi mən necə sizlə bölüşüm? Bəlkə bu sizə əks təsir verdi, bəlkə bu sizdə nəsə həqiqətən də çəki atmadı. O zaman gəlib mənə deyəcəksiniz ki, Səadət xanım, necə oldu? Məsələn, siz belə deyirdiniz, belə çıxdı. Mən durum, bunu pul xatirinə özüm istifadə etməyim, bunu paylaşım. Yəni elə bir şey yoxdur. Allah şahiddir ki, yəni elə bir şey yoxdur. Bunu sırf ürəyimdən gəlib və izləyicilərim istədiyi üçün sizlərlə bölüşürəm. Deməli qızlar, bu kapsulu istifadə etdiyim bir ay müddətində həqiqətən də gördüm ki, kapsul çox gözəl kapsuldur. Təbii ki, kapsul mənim iştahımı kəsdi. Qızlar, mənim ən sevdiyim belə yemək olsa mənim qarşıma qoyun, yəni mən ondan imtina edəcəm. Ən sevdiyim bir şey ki, çörəkdir, mən ondan imtina edirəm. Bir ay boyunca nələr etdiyim, indi istəyirəm onları sizlə bölüşürüm. Səhər-səhər yuxudan oyanırdım qızlar. Zaten hər səhərdə sizlərlə bölüşürdüm. Hər səhər yuxudan oyananda kapsulu atırdım bir stəkan su ilə. Ondan yarım saat sonra yemək yeyirdim. Yemək də nədir? Məsələn, para alma yeyirdim. Bundan əlavə Slim Diet'dən yeməklər sifariş edirdim, dietik yeməklər. Onlardan yeyirdim. Ancaq su içirdim. Gündə ən azı 3 litr su içirdim. Qızlar, 3 litr mütləq su içirdim və ən azı yarım saat mütləq yürüyüş edirdim. Bundan əlavə də qızlar, qazlı suları həyatımdan çıxartdım. Bunun yerinə ancaq adi su içməyə başladım. Yağlı yeməklərdən qəti surətdə istifadə etmədim. Çörəyi ümumiyyətcə həyatımdan çıxartdım. Ancaq faydalı yeməklərə başladım. Məsələn, qatıqdır, meyvələrdir, brokoli məsələn istifadə etdim. Əti qaynadırdım, tam yağsız şəkildə istifadə edirdim. Yəni tam sağlam şəkildə başladım qidalanmağa. Dediyim kimi mən ümumiyyətcə qızlar adi su qəti surətdə içmirdim, amma bu kapsulu istifadə etdikdən sonra başladım gündə ən azı 3 litr su içməyə. Bunları davamlı şəkildə etdim və nəticə budur. Bir ayda cəmi 10 kilo arıqladım. Buradan yerləşdirəcəm. 72-55 ilə başladım və hal-hazırdakı çəkim 62 kilodur. Qızlar, kapsulum bitdi, gözlədim 15 gün. Çünki bilirsiniz, bəzi kofelər, bəzi kapsullar var ki, onları məsələn istifadəsini dayandırdıqda başlayır həmin kapsul, həmin kofelər insanın çəkisini əvvəlki çəkinizdən 2 qat kökəltməyə. Ona görə gözlədim ki, bir 15 gün gözləyim görüm. Məsələn, mən bu kapsulu istifadə etməsəm, mən əvvəlki çəkimdən çox çəki alacam, yoxsa yox? Gördüm ki, yox. Həqiqətən də qızlar, heç bir çəki qayıtmadı. Əvvəlki çəkim, yəni 60 kapsulu bitirdikdən sonra çəkim 62, yəni necə idisə o şəkildə də qaldı. Ona görə də yenidən bu kapsuldan sifariş etdim. İndi qızlar, mənim hədəfim 55 kilo olmaqdır. Düşünürəm ki, bir aya 10 kilo vermişəmsə, inşallah. Mənə 10 kilo yox, cəmi 7 kilo lazımdır ki, mən 7 kilo da verim. İstədiyim çəkiyə nail olun. Çünki mən sizlər qarşısında söz vermişəm ki, mən inşallah Melisin ad gününə kimi 55 kilo olacağım. Buna görə də yəni bu kapsuldan sifariş etdim ki, qızlar istifadə edin, 55 kilo olun. Tam istədiyim 55 kilodur. Təbii ki, kapsulu dayandırdıqdan sonra da yenidən, yəni yenə necə ki, məsələn, kapsulu istifadə edəndə necə diyet edirdimsə, necə yürüyüş edirdimsə, necə qazlı sulardan imtina etmişdimsə, yenə də o şəkildə həyatıma davam edəcəm. Biz xanımların istəyib də edə bilməyəcəyi heç bir şey yoxdur. Əgər həqiqətən də arıqlamaq istəyirsinizsə, inanın ki, arıqlayacaqsınız. Artıq çəkidən əziyyət çəkirsinizsə, kompleks yaşayırsınızsa, mütləq arıqlayacaqsınız. Narahat olmayın. Məsələn, mən də sizin kimi idim, qızlar. Əvvəllər bir gün diyetdə olurdum, 2 gün yeyirdim, 2 gün diyetdə olurdum, 5 gün başlayırdım yeməyə. Elə başladım artıq bir qərar verməyə, yəni özümə bir dur deməyə bacardım. Nəfsimə hakim olmağı bacardım. Təbii ki, yəni düşündüm ki, mən bu yeməkdən asılı olmamalıyam. Yemək məndən asılı olmalıdır. Yəni mən bunu istəməsəm zaten yeməyəcəm. Yediyim yeməklərdə, məsələn, qızlar, belə deyim, deyim ki, mən heç bir şey yemirəm. Xeyr, yeməyi yeyirəm. Çörəksiz yeyirəm. Məsələn, ürəyim
yarpaq dolması istədi, kələm dolması istədi və ya soğuz istədi. Mənim ən çox sevdiyim, mənim izləyicilərim, daimi izləyicilərim bilir ki, mən çolpa soğuzunu çox sevirəm. Yəni bunları həyatımdan deyim ki, çıxartdım, yox. Yəni məsələn, ürəyim istəyəndə həftədə bir dəfə yeyirəm, amma çörəksiz şəkildə yeyirəm. Ürəyim istədi, gündüz vaxtı yeyirəm, amma axşam qəti surətdə 6-dan sonra yemək qəti surətdə yemirəm. Axşam gördüm ki, məsələn, ağzım acıdır, nələrsə ürəyim istəyir. O zaman bir dənə kivi yeyərəm, ya bir dilim alma yeyərəm, yəni meyvə istifadə edirəm və ya alça yeyərəm. Bu şəkildə, yəni gecə aclığımı yatızdırıram. Onsuz da bu kapsulu istifadə etdikdən sonra qızlar qəti surətdə aclığınız olmayacaq. Bu kapsul nəyə görədir? Kapsul ona görədir ki, əgər sizin aşırı iştahınız varsa, nəfsiniz çəkir, nəfsinizə hakim ola bilmirsinizsə, bu kapsul ona görədir ki, bu sizin nəfsinizi dayandırır. Yəni o məsələn nəyisə abartılı, aşırı istəyirsinizsə, onu artıq istəməməyə başlayırsınız. Məsələn, şirniyyatı çox sevirsinizsə, şirniyyatın qarşısını alır. Yəni istəmirsiniz qəti surətdə şirniyyatdır, qazlı içkilərdir, yağlı yeməklərdir. Yəni bunları qəti surətdə yemirsiniz. İnşallah ki, qızlar, bu videom sizlər üçün faydalı olar. Hər biriniz istədiyiniz çəkidə olarsınız. Mənim ətrafımda rəfiqələrim, dostlarım, hər biri alıb istifadə edib, nəticələrində görürlər, çox şükür Allaha. Mən dediyim kimi, yəni elə bilməyin ki, mən xainam, paxılam, bu kapsulu sizlərlə bölüşmürdüm. Çünki mənə hədsiz dərəcədə çox yazırdınız ki, Səadət xanım, kapsulu bölüş bizlə, kapsulun şəklini bölüş, kapsuldan danış. Yəni ki, ona görə bölüşmürdüm qızlar. Çünki həqiqətən də hər biriniz pulu əziyyətlə qazanırsınız. Mən heç kimin haqqına girə bilmərəm. Yəni səhərsi gün kimsə mənə nəsə ürəyində bir qarğışımı töksün, məni pis bir insan kimi tanısın. Ona görə özümə məsləhət görmədiyimi, özümə rəva görmədiyimi mən heç kimə məsləhət görmərəm. Heç bir xanıma, heç bir bəyə məsləhət görmərəm ki, məsələn, özüm istifadə etmədiyim nəyisə alıb istifadə etsinlər. Bu kapsulu da qızlar tam orijinalı Instagramda paylaşmışam. Həmin o səhifədən əldə edə bilərsiniz. Və ya əgər səhifədən silinibsə mənim paylaşımım, ola bilər ki, Instagramda hekayə bölməmdən silinə bilər kapsulun səhifəsi. Əgər elə olsa mənə direktdə yazın, mən sizin mesajlarınızı cavablandıracağam, sizə cavab verəcəm. Belə əgər qabda istəsəz, qabın içində 60 ədəd olur. Yox, əgər qabda istəməsəz, məsələn, ədədlə istəsəz, 20 ədəd, 30 ədəd bu şəkildə də alıb əldə edə bilərsiniz. Məsələn, əgər çəkiniz çox deyilsə, məsələn, mən 72 kilo ilə başladım, hədəfim 55 kilo olmaqdır. 67-də siz 7 kilo, məsələn, 10 kilo arıqlamaq istəyirsiniz, o zaman sizə 30 kapsul bəsləyən, 30 kapsul sifariş etsəz, bu sizə bəs edir. Əgər aşırı iştahlısınızsa, bundan 60 ədəd alırsınız, gündə 2 kapsul istifadə edirsiniz. Çünki elə xanımlarım var ki, iştahı məsələn bir dərmanla kəsilmir, bir kapsulla dayanmır, ona görə 2 kapsul istifadə edirlər. Yəni bu şəkildə alıb istifadə edə bilərsiniz. Kapsulun da dediyim kimi hər səhifədən alıb aldanmayın qızlar. Sırf mənim aldığım səhifədə tam orijinalıdır. Çünki çox səhifələr var ki, pulun dərdindən izləyiciləri aldadırlar. Ona görə istəmirəm aldanasınız. Əgər istəsəz, çəki atmaq istəsəz, yəni bu kapsuldan almaq istəsəz, o zaman mənə direktdə yazarsınız Instagramda. Mən sizə səhifəni verəcəm, səhifəni yönəldəcəm, o səhifədən əldə edə bilərsiniz. Dediyim kimi qızlar, bu bir reklam deyil. Həqiqətən də məndən istədiyiniz üçün bunu bölüşürəm. İndi bəzi ağıllar çıxa bilər, yəni bəzi paxıllıq çəkənlər çıxa bilər, ola bilər qıraqdan deyər ki, reklam, Allah şahiddir ki, yəni bu bir reklam deyil. Bunu özüm istifadə etdiyim üçün. Ona görə də sizlərlə bölüşürəm. Dediyim kimi, çünki məndən çox soruşurdunuz. Əslində heç bölüşməyə bilərdim. Amma öz dostlarıma, öz tanışlarıma dedim, onlarda da əks təsir görmədiyimdən, dediyim kimi, mən özüm epilepsiya xəstəsiyəm. Özümdə əks təsir görmədiyimdən ürəklə sizə tövsiyə edə bilərəm, ürəklə sizə məsləhət edə bilərəm. Tam ürəklə ala bilərsiniz. Verən analara olmaz, hamilə xanımlarımıza olmaz. İnşallah ki, süd dönəmindən çıxandan sonra alıb istifadə edə bilərsiniz. Narahat olmayın qızlar. Rahat şəkildə qızlar övladınıza süd verin, rahat şəkildə kilovuzu alın. Yəni bu kapsulun sayəsində zaten arıqlayacaqsınız. Qızlar, bir nəfəsə nə qədər danışdım.
Sizi çox sevirəm mənim gözəl qızlarım. Dünən video paylaşa bilməmişəm. Dünən başım qarışıq idi. Ona görə sizlərlə video paylaşa bilmədim. Sizi çox sevirəm. Allaha o qədər şükür edirəm ki, yaxşı ki siz mənim həyatımdasınız. Yaxşı ki mənim izləyicilərimsiniz. Allah sizi mənə çox görməsin. İnşallah bu videomda sizlər üçün çox, amma çox faydalı olar. Dediyim kimi qızlar, əgər artıq çəkiniz varsa heç narahat olmayın. İnşallah Allahın izni ilə zamanla hər biri gedəcək. İstədiyiniz çəkidə olacaqsınız. Heç bir kompleks etməyin. Özünüzü çox sevin. Çünki mənim qızlarım, mənim xanımlarım həqiqətən də hər biri çox gözəldir. Bundan da əlavə, əgər yoldaşınız, qardaşınız, çevrənizdə olan dostunuz artıq çəkidən əziyyət çəkirsə, bəylərdən gedir söhbət. Bunu tək xanımlar yox, bəylər də istifadə edə bilər. Əgər bəylərimiz varsa, artıq çəkidən əziyyət çəkirsə, iştahı aşırı çoxdursa, o zaman bu kapsuldan alıb o da istifadə edə bilər. Amma bu dediyimə qızlar, diqqətlə qulaq asın, diqqətlə qulaq asın. Bax, yenə deyirəm, kapsulu istifadə etdikdə, yəni əgər hansısa bir bəyə alarsınızsa, yoldaşınıza, qardaşınıza, ətrafınızda olan dostunuza və ya xanımlar alıb istifadə edəcəksə, bunu onlara da çatdırın, özünüz də, yəni bunu ağlınızda saxlayın ki, qızlar, əgər bu kapsulu istifadə edəcəksinizsə, mütləq və mütləq qazlı suyu həyatınızdan çıxardırsınız. Gündə ən azı 3 litr su içirsiniz. Özünüzü tez-tez tərəzidə çəkmirsiniz. Çalışın bugün məsələn tərəzidə diyetə başlamadan öncə, kapsulu istifadə etmədən öncə tərəzidə çəkinizi çəkin. Daha sonra bir ay sonra yenidən çəkib onda nəticənizi görəcəksiniz. Yağlı yeməkləri həyatınızdan çıxardırsınız. Çörəyi həyatınızdan çıxardırsınız. Məsələn marojnadır, şokoladdır, bu kimi şeyləri həyatınızdan çıxardırsınız. Və ən önəmlisi mütləq və mütləq yarım saat, ən azı hər gün yarım saat yürüyüş edirsiniz. Mütləq və mütləq. Durdunuz, kapsulu atdınız. Kapsulu səhər tezdən atmalısınız. Bunu da vurğulayım. Kapsulu səhər tezdən atırsınız. Kapsuldan yarım saat sonra yemək yeyə bilərsiniz. Səhər yeməyinizi yeyirsiniz. Günortanı yeyirsiniz və axşam 6-dan sonra qəti surətdə yemək yemirsiniz. Edəcəyiniz tək şey, məsələn, acılığınız olarsa, görərsiniz, məsələn, ağzınız acıdadır. O zaman kivi yeyə bilərsiniz. Kivi arıqlamağa çox xeyirdir. Alma yeyə bilərsiniz. Amma da deyim, bas yeyib, banan məsələn yeməyin. Axşam vaxtı banan qəti olmaz. Axşam əgər acarsınızsa, dediyim kimi, çiyələk ola bilər, alça ola bilər. Məsələn, bir-iki dənə alça yeyə bilərsiniz. Kivi mütləq. Ən məsləhət görəcəyim odur ki, kivi yeyin. Kivi, çünki gecə vaxtı yağları da atmağa çox köməklik göstərir. Və mən bunu sizə 100% qarantisini verirəm ki, qızlar, əvvəl qız çəkiniz necə idi? Əvvəl qız halında bədəniniz necə idi? Bax, bu kapsulu sırf sizi o halınıza qaytaracaq. Bədəndə çox qəşəng yığılma edir. Qəti surətdə bədəndə sallanma olmayacaq. Əvvəl qız vaxtı necə idisə, sırf o hala qaytaracaq sizi. Neysə qızlar, yoruldum, çox danışdım biraz. Baş ağrısı oldu, əgər başınızı ağrıtdımsa çox-çox üzr istəyirəm. Amma istədim ki, sizlər üçün bir faydalı bir şey paylaşım, kompleksdən azad olasınız. Sizi çox sevirəm qızlar. Yaxşı ki varsınız. Bunu deməkdən doymuram. Həqiqətən də sizi çox sevirəm. Yaxşı ki Allah sizi mənə qismət edib, Allah sizi mənə çox görməsin. Yaxşı ki mənim sizin kimi gözəl, dəyərli izləyicilərim var. Sizi çox sevirəm qızlarım. Çox. Özünüzə yaxşı baxın, özünüzdən müğayyət olun. İnşallah çox qəşəng, çox maraqlı videolar gələcək. Və hər birinizdən xahiş edirəm ki, əgər kanalıma abunə deyilsinizsə, kanalıma abunə olub, videolarımı like eləyib, komment yazmağı unutmayın. Hər birinizin kommentlərinizi oxuyuram. Çalışdığım qədər, bu aralar ümumiyyətlə Melis üst dişlərini çıxardır deyə başım çox qarışıq olur, yəni çox narahat olur. Ona başım qarışdığı üçün mesajlarınıza cavab verə bilmirəm. Amma vaxtım olduqca çalışıram ki, mesajlarınıza cavab verim, sizlərlə söhbət edeyim, sizlər üçün qəşəng videolar çəkim. Çəkməyə də davam edəcəm. İnşallah ağlımda çox qəşəng ideyalar var qızlar, çox qəşəng fikirlər var. Onların hər birini həyata keçirəcəm və hər birini sizlərlə bölüşəcəm. Dostlar, primer qutaran kimi daxil olursunuz kanala. Kanalımızda əgər dediyim kimi abunə olmayan varsa, kanalımıza abunə olub, videolarımızı like eləyib, komment yazmağı unutmursunuz. Sizi bir daha deyirəm. Çox sevirəm. Öpürəm sizləri. Hələlik. Və qızlar, istədim Melis'i də görəsiniz. Melis salamla dostları. Arkadaşları salamla.
Salamla dostları. Darıxdın sen də dostlar üçün. Bu arada bunu giymişəm deyə bundan xoşu gəlir. Burada gözlər var axı. İstədim bu videomuza Melis'i də əlavə edim ki, bilirəm ki, mənim qızlarım Melis'i çox sevir. Melis üçün darıxıblar. Melis də onları çox sevir. Gülümsəməsindən zaten bilirsiniz ki, Melis sizi çox sevir. Melis, ay Melis, nə deyə bilərsən dostlara? Hə aşkım? Denən kanalımıza abunə olub, videolarımızı like eləyib, komment yazmağı unutmayın qızlar. Denən mənlə anam sizə çox faydalı, qəşəng videolar paylaşacaq. Özüm də inşallah sağ-salamatçılıqla böyüyüm. Özüm də sizə qəşəng anamla video paylaşacağım. Hə aşkım? Melis el çal dostlar baxsın. El çal, alqışlar ilə. Nanay nanay nah nani nay nanay nah nanay tananay nah nani nay tananay nah nani nay. Sen el çaldın. He? Denən qızlar 3 dişim çıxır deyə anama imkan vermirəm ki, sizə faydalı videolar çəksin. Eybi yoxdur denən, bununla idarə eləyin. İnşallah sabah sizlərə çox qəşəng, çox maraqlı videolar gələcək. Bu arada qızlar, necə video gəlməyini istəyirsinizsə, aşağıdan öz fikirlərinizi yazın. Məsələn, ev işləri istəyirsiniz, təmizlik videosu istəyirsiniz, Melislə keçirdiyim vaxt istəyirsiniz, Melisə gündəlik nələr verirəm, onları istəyirsiniz. Yəni, nə ilə bağlı istəsəz, yazın, əziz mamaşalar. Yazın, çəkəcəm. Haycan, alqışlar edirsən? Hə? Hə aşkım? Melis, atası ancaq gedir atasının yanına. Atasına baxır indi. Melis, dinən ata. De. Buna bax, qaçmağı öyrənib bu arada. Qaç. Dinən biz gizlən parça oynayırıq. Və bu arada Melisaya maşallah yazmağı da qızlarım unutmayın. Melis'e bir maşallah yazsınlar Melis. Hə? Yazsınlar bir maşallah. Deməli qızlar, istədim bunu da bölüşüm sizlə. Melis'e yemeği hazırlamışam. İçərisində brokolidir, gül kələmidir, kökdür, boranıdır, bir də kartof var. Çox qəşəng, çox faydalıdır. Mütləq bunu eləyib, yəni hazırlayıb verin. Melis çox sevir. Buna bax, bilir ki, yeməyi buradadır. Gəlib kəstirib buranı ki, mənim yeməyimi ver, az danış. Nə oldu? Hə? Heç nə qızlar, videomu burada sonlandırıram. Əslində güya bayaqdan sağollaşmışdım. Prosta istədim Melis'i görsədim. Videomu burada sonlandırıram. Sizi çox sevirəm. Öpürəm sizləri. Hələlik.